Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Qumral Musayeva maraqlı açıqlama verib. Sənətçi qonaq olduğu efirlərin birində ona hədiyyə olunan 50 minlik maşından danışıb. Bəli, mənə 50 min AZN dəyərində avtomobil hədiyyə olunub. Tanınmış iş adamıdır, özü də xanımdır. Öncə yazmışdı, daha sonra məni yığdı. Çox imkanlı xanımdır, ancaq əsla qəbul etməyəcəyim hədiyyədir. Kiməsə minnətli qalmaq istəmərəm. Sadəcə sevgisi üçün təşəkkürümü bildirdim. Qeyd edək ki, Qumral Musayeva tez-tez rəqsləri və geyim tərzi ilə sosial şəbəkələrdə gündəmə gəlir.